Read short text and choose the correct variant. Qısa mətnləri oxuyun və düzgün variantı seçin. İlk qısa mətnimizdə Attention, there is a storm coming on Wednesday, October 8th. Please be careful and bring an umbrella or a raincoat. School will be open but be safe on the roads. Diqqət, oktyabrın 8-i çərşənbə günü tufan qopacaq. Zəhmət olmasa diqqətli olun və özünüzlə çətir və ya palto götürün. Məktəb açılı olacaq, lakin yollarda təhlükəsiz olun deyir. Və ilk verilən məlumatımıza əsasən variantlara diqqət edək. The schools will stay open on October 8th. Yəni məktəblər oktyabrın 8-i açıq olacaq. Qeyd edilən məlumatımıza əsasən, yəni biz sonda da görürük ki, məktəblərin açıq olacağını qeyd edir və A variantı bizim düzgün cavabımız hesab olunur. B variantında it is not useful to wear a raincoat during the storm. Tufan müddətində palto geyinmək faydalı hesab olunmur. Əksinə deyir ki, özünüzlə ehtiyatlı olun və çətir götürün və ya palto geyinin. Yəni ona görə B variantı yanlış hesab olunur. There will be a storm at the weekend. Həftə sonunda olacaq bu tufan. Həftə sonu yox, Wednesday çərşənbə günü qeyd olunmuşdu. During the storm, children mustn't use an umbrella. Bu tufan müddətində uşaqlar çətir istifadə etməməlidir. Əksinə, yəni çətir götürün deyilir özünüzlə. Və Y variantında you needn't bring an umbrella and a raincoat to the school. Və yenə inkarda verilmişdir cümləmiz ki, siz məktəbə palto və ya çətir götürməyinizə ehtiyac yoxdur. Halbuki bring an umbrella or raincoat deyə, yəni təsdiqdə cümləmiz qeyd olunmuşdur mətndə. Verilən məlumata əsasən A variantı doğru cavabımız